tökülməsi ola bilər. Anagen saç tökülməsinin səbəbi xərçəng xəstələrində xemoterapiya zamanı saç folikulunun böyümə dönəminə həmin bu kimyəvi preparatlar, hansı ki xemoterapi dedikləri maddələr saç tökülməsində, saçı böyüdən, saç folikullarına təsir eləyir və saç tökülür və xemoterapiya bitdikdən sonra isə saçlar da öz yerində geri dönür. İkincisi traksiya alopesiyası deyilir. Traksiya alopesiyası davamlı mexaniki təsirdə saxlamaq saç tökülməsinə gətirib çıxardır. Saçların çox bərk yığılması, bu zamanı amma gicgah bölgəsində əsasən azalır saçlar. Sonra skarlaşan alopesiyalar var. Skarlaşan alopesiya nədir? Hansısa bir iltihabi xəstəlik bir bölgədə baş verir, bir bölgesel saç tökülməsi deyilir və yəni saçın bir nöqtəsində bölgəli olaraq bir iltihab baş verib, orada saç daha gəlmir. Bunun ehtimalı da çox böyükdür ki, həmin yerdə müalicədən sonra yenidən saç inkişaf eləsin.